Məstanın böyük sirri nağılı. Məstan pəncərənin kənarında oturub göy üzünə parlaq muncuq kimi səpələnmiş ulduzları sayırdı. Məstan, yatmaq vaxtıdır deyə anası onu çağırdı. Yaxşı ana, gəlirəm. Məstan yataq otağına tərəf getdi. Amma bugün o yatmaq fikrində değildi. Məstanın bir sirri var idi. Böyük sirri. Yatmaq olmazdı. Bugün Məstan onu tutmalı idi. Məstan fikirli halda yatağına uzandı. Anası nəvazişlə onun başını sığallayıb dedi: Məstan, gəl yatmamışdan qabaq bir nağıl oxuyaq. Böyük sir öz yerində, amma ananın nağıl oxuması başqa bir ləzzətdir. Məstan çarpayıya uzandı. Anası kitab oxumağa başladı. Biri var idi, biri yox idi. Qədim zamanlarda uzaq bir ölkədə. Ana deyə Məstan onun sözünü kəsdi. Kitabda yazılanların hamısı doğrudur. Nağıl qəhrəmanları həyatda həqiqətən var. Əlbəttə, anası cavab verdi. Niyə soruşursan ki? Məstan duruxdu. O çox ağıllı və cəsarətli idi. Heç nədən qorxmurdu. Nə hörümçəkdən, nə hündürlükdən, nə də iynədən. Amma hərdən belə cəsura da böyüklərin məsləhəti lazım idi. Ana, bilirsən, mən sənə bir sirr açmalıyam. Böyük sirr. Mənim otağımda, çarpayımın altında böyük div yaşayır. Məstan bunu deyib yorğan altında gizləndi. Bir saniyədən sonra başını çıxartdı və dedi: Amma mən ondan qorxmuram. Bugün mən yatmayacağam. Mən onu tutmaq və qalib gəlmək istəyirəm. Bəs bu böyük divin görkəmi necədir? Anası soruşdu və Məstana elə gəldi ki, o gülümsədi. O çox tüklüdür. Üstəlik dişləri də iridir. Bir də onun böyük qarnı var. Pəncələri də 4 dənə. Yox, 6 dənədir. O bənövşəyi rəngdədir. Xallıdır. Məstan sevinirdi. Yaxşı ki, onun böyük sirri barədə indi başqa birinin də xəbəri var. Sirri bölüşmək nə yaxşı imiş. Bəs sən divi necə tutacaqsan? Anası soruşdu. Mən yatmayacağam. Səssizcə oturacağam. Div elə biləcək mən yuxuya getmişəm, çarpayın altından çıxacaq. Mən isə yorğanı onun üstünə atıb, sonra da qılıncımı götürəcəyəm. Sən necə də cəsursan, Məstan. İstəyirsən onu bir yerdə tutaq? Yox ana, narahat olma. Mən hamımızı divdən xilas edəcəyəm. Məstan, mən bugün tozsoranla çarpayın altını təmizləmişəm, amma orada heç bir div görməmişəm. Məstan güldü. Sən onu necə görə bilərdin? O çarpayın altında yalnız gecələr, hamı yatanda gəlir. Buna görə də onu heç kəs görmür. Mən isə yatmayıb onu tutacağam. Ana oğlunu qucaqladı və burnundan öpdü. Onun bəxti gətirib, kimin belə cəsur oğlu var? Məstan, gəl sənin divini bir yerdə gözləyək. Onlar oturub gözləməyə başladılar. Məstanın gözləri yumulurdu, amma o inadla yuxunu qovurdu. Səs-səmir tam kəsiləndə anası fənərlə çarpayın altını işıqlandırdı. Onlar çarpayının altına baxdılar. Orada qırmızı top var idi. Bir də maşın təkəri, bənövşəyi, flamaster, bir cüt başmaq və salam, başqa heç nə.
div zat yox idi. Bu necə oldu? Yoxsa onu gözdən qaçırdıq? Dünən o dəqiq burada idi. Yox, Məstan, anası dedi. Gözdən qaçırmadıq. Div sadəcə olaraq sənin necə cəsur olduğunu görüb qaçdı. O bir də heç vaxt bura gəlməz. Divlər ancaq qorxaqların yaşadıkları yerlərə gedirlər. Məstan sevinclə qışqırdı. Urra! Sonra şirin-şirin əsnədi və bir də hiss etdi ki, yuxusu gəlir. Başını yumşaq balşın üstünə qoyaraq pıçıldadı. Biz ona qalib gəldik, eləmi? Biz yox, sən. Mən səninlə fəxr edirəm, qəhrəman balam. O vaxtdan Məstan daha divlərdən qorxmur. Axşamlar pəncərənin arxasındakı ulduzları sayandan sonra rahatca yatır və ancaq xoş, rəngli yuxular görür. Gecəniz xeyrə qalsın bizim gözəl balalarımız. Kanalımıza abunə olub digər nağıllarımızı da izləməyi unutmayın. Sizi kanalımızda görmək bizi çox xoşbəxt edir.